Bilirsiniz, əziz bacılarım, qardaşlarım, cəhənnəm, İsa'ya iman etməyənlər birbaşa cəhənnəmə gedirlər. Mən cəhənnəm haqqında bir neçə kəlmə söz demək istəyirəm. Bu yaxında baxdım ki, 2 nəfər söhbət eləyir və biri o birisinə qayıdıb deyir ki, kiminsə haqqında danışırlar. Filan kəs qurtla qiyamətə qalacaq. Bu söz mənə təsir elədi və yadıma düşdü, müqəddəs kitabdan bir yer yadıma düşdü. Mark 9-cu fəsil 48-ci ayədə İsa Məsih bu sözləri deyir. Deyir, oradakıları gəmirən qurd ölmür və oranın yanar odu sönmür. Mən o insana bu ayəni göstərdim, dedim, bunun mənası bilirsən nə deməkdir bu sözün? Dedi, yox. Dedim, qurdla qiyamətə qalmaq bax budur. İnsan cəhənnəmə düşür. Qurdla üzbəüz qalır və o qurd onu yeyir. Ona əzab verir. Amma o qurd heç vaxt ölmür. Sonra İsa Məsih deyir ki, orada alov var. O alov yanır, heç vaxt sönmür. İnsanlar orada istirab çəkirlər, əzab çəkirlər. Amma İsa Məsih bizə əminlik verib. Mənə iman et. Sən bu şeylərdən xilas olacaqsan. Sənə əbədi həyat verəcəyəm. Amin. Elə də var, bizim əminliyimiz var bu yolda. Heç bir yolda bu əminlik yoxdur. Bunu bizə İsa Məsih verib.